Qışda immunitet niyə zəifləyir? Qış aylarında niyə daha tez-tez xəstələnirik? Qış aylarında bir çox insanın immuniteti zəifləyir, soyuq dəymə, qrip kimi xəstəliklər daha tez-tez baş verir. Bunun əsas səbəblərindən biri mövsüm dəyişikliyidir. Havaların soyuması ilə birlikdə günəş işığı azalır və bu da orqanizmdə D vitamini səviyyəsinin düşməsinə səbəb olur. D vitamini immunitet sisteminin normal işləməsi üçün çox vacibdir və onun azlığı bədəni infeksiyalara qarşı daha həssas edə bilər. Bundan əlavə, qışda insanlar daha çox qapalı məkanlarda vaxt keçirir. Bu isə virusların daha asan yayılmasına şərait yaradır. Eyni zamanda hava soyuq olduğu üçün burun və boğazın seyrəklik işası zəifləyir və mikrobların orqanizma daxil olması daha asan olur. Məhz bu səbəbdən qışda immuniteti daxildən düzgün dəstəkləmək çox önəmlidir. Vitamin və mineral çatışmazlığını vaxtında nəzərə almaq, orqanizmin ehtiyacına uyğun qida əlavələri seçmək, immunitetin güclü qalmasına kömək edə bilər.